Salam dostlar, bugün 25 yanvar 2026 tarixində keçirilən OTK 11 sinif deməli buraxılış imtahanı ilə bağlı olan suallara baxacağıq. Qeyd edək ki, sualların içindən bir söz deməli bir sualda səhv idi. İndi baxarıq o suala da. Mənim fikrimcə o sualda səhvlik var. Birinci sual. Deməli, qovurmasından sözünün isim olaraq götürülüb düzgün təhlil etdirir. Deməli, biz burada götürməliyik birincisi. Qovurmaq sözün köküdür. Ma leksik keçididir. Qovurmaq, yəni feil formasından ismə keçir deyə bunu leksik götürürük. Burada ın mənsubiyyətdən da çıxışlı hal şəklisidir. Cavabımız B variantı. Baxaq, hansı nümunələrdə baş üzərdən biri sifətlə deməli baş üzərdən biri sifətlə ifadə olunub. Lazımdır. Burada götürdük. Bunu xəbər, bunu isə mübtəda görürük. Burada hansı üzvlərdən baş üzərdən biri deyir sifətlə ifadə olunub. Sifət varmı burada? Yaxşılar var. Yaxşılar da deməli baş üzüdürmü? Yox. Çünki yaxşıları vaxtında qiymətləndirmək bir götürülür. Deməli biri çıxdı. Bu yurdun gözəlləri vəfalıdır. Vəfalıdır nədir? Sifət. Həm də xəbərdirmi? Düzdür. Bu mübtəda nədir? Bu yurdun gözəlləri. Deməli ikini götürdük. Yaxşılıq et. Bir götürülür. Nəticəsini tamamlıq, gözləmə, xəbər. Burada sifət varmı? Yox. Körpə, deməli, sifətdir. Həm də mübtəda vəzifəsində yatırdı da xəbər. 2-4 götürdük. Xəstəni görməyə gələnlər bir götürülürdü. Otaqda zəiflik, əyləşmişdilər xəbər. Deməli, 5 də götürməyəcək. Cavabımız 2-4 variant olacaq. Səhv yazılmış sözü müəyyən edin deyil. Səhv yazılmış söz demək, kirpiç deyil, qeyri-adi deyil, açıq qəlbli də deyil, qaç olmalıdır. Burada h olmamalıdır, qaç olmalıdır. Ona görə D variantı olacaq. Deməli, gəldik indi problemli suala. 4 məncə problemli sualdır. Yəni burada əgər A, Y və C variantları yazmışsa zaten konkret səhvdir. Amma digər baxımdan düşünəndə düşünmürəm ki, şagirdlər belə düşünüb. B və D variantlarında. B və D variantlarında indi konkret olaraq çap götürmək düzgün olacaq. Yəni çap 100% var. Amma və lakin qoyun sözü də uyğun gəlir. İndi deyərsiniz ki, qoyun sözü yox, homonim kimi işlənmir, belə vurğu olacaq, belə olacaq. Amma elə deyil. Sualın şərtində nə deyir? İsim və feil kimi işlənə bilən. İsim və feil kimi işlət. Qoyun sözünü isim və feil kimi nətər işlətmək olar? Qoyun. Bir var normal heyvan qoyun. Bir də deyirəm ki, bunu bura qoyun. İsim və feil kimi işlənə bilir. Həm də deyir ki, homonim sözdür. Həm isim və feil kimi işlənə bilən, həm də ki, homonim olan söz olmalıdır. Biz də götürək də, qoyun sözü homonim olmurmu? Olur. Necə deyə bilərsiniz? İnsan qoyunu, bir də ki, normal heyvan qoyun mənasında zaten qoyun sözü homonim olur. Və bu da həm isim, həm də feil kimi işlənə bilir. Yəni, burada bir səhvlik yoxdur. Şərt baxımından da tamamilə düzgün gəlir və bunun cavabları da verməlidir. İndi desəz ki, feil kimi iki fərqli leksik mənada necə işlədə bilərik? Deyirəm ki, qoyun, onu gəzməyə gəlməyə qoyun. Yəni, icazə verin mənasında iki fərqli leksik mənada da işlənə bilər. Yəni, B variantı da, D variantı da cavablarımızı ödəyir. Yəqin ki, variantlarda D variantını verəcəklər, amma bunu apellyasiya verib B variantını da götürmək olar. Yəni, balınızı buradan götürüb ala bilərsiniz. Yəni, heç bir problem yoxdur. Yəqin ki, D variantı verəcək, amma B variantı düzgün gəlir. Sonra baxaq. 5 deyir, köməkçinin kisəsinin işlənmədiyi nümunə. Köməkçinin kisəsi harada işlənməyib? Baxın, A-da Fərid İsə yazıb. Bu getdi. Bu bağlayıcıdır. Boyun bağı olduqca, gördünüz bunu, getdi. İndi hər tərəf yaşlaşıb, burada yoxdur. Murad evə vaxtına gəlsənə, axırda var ədat, yol boyunca yol boyu ilə bunda çıxdıq. Deməli, cavabımız C variantı. Bu digər suallarda problem yoxdur və yaxşı suallardır. Tam buraxılışa düşə biləcək tipdə olan suallardır. Elə Venn diaqramına əsasən uyğun fikirləri müəyyən edin. Aldıqca nədir? Feili bağlama. Oxuyan nədir? Feili sifət. İndi baxaq, yalnız bir cümlə üzvü olur. Yəni, biz baxırıq ki, 11-ci sinif üzrə 11-ci sinifə əsasən qayda kitabında nə yazır? Feili bağlama yalnız zərfli olur. Deməli, biri götürdük. Qoşmalarla işlənə bilir. Belə qalsa, qoşmanın onsuz da feili bağlama işlənmir belə. Amma feili sifət də işlənə bilir. Yəni, heç onu bilməsəz belə bunu ortaya yazmaq olduğunuzu da bilməlisiniz. Yəni, əgər fikirləşsəz ki, əgər feili bağlama yadımdan çıxıb qoşmalarla işləməyi, sən götür denə ki, feili sifət qoşmalarla işlənə bilmir. Hə, deməli, bu ortaya yazılmalıdır. Ortaya da yazılmalıdır. Belə feili sifətə yazılmalıdır. İkin kisəsinin xüsusiyyətini daşıyır. İkin kisəsinin xüsusiyyəti hansıdır? İkisi də daşıyır. Biri feili bağlama,
daşıyır, bir də feil sifət. Həm feil, həm zərf, həm feil, həm də sifət xüsusiyyətlərini buna götürürük. Xəbər şəklində işlənə bilər. Ümumiyyətlə, bir-iki feilin təsvirlənməyən formaları zaman şəklisi qəbul etmir və zaman şəklisini qəbul etməyən bir niksəs və feil mi deyim, feil xəbər şəklində ola bilməz. Ona görə də bunu avtomatik çıxır. Desəz ki, əgər feilli sifətdə də bu zaman var, amma o zaman məzmunudur, zaman şəklisi deyil, zaman işlənmir. Zaman məzmunu ola bilər. İsmi xəbərli olur. Düzdür, bu yalnız da feil sifətə aiddir. Feilin qayıdış növündə heç qayıdış növünün şəkilçisi yoxdur. Nə əlaqə? Deməli, bunda çıxdıq. Deməli, cavabımız nə oldu? 105. Deməli, getdik. Bağlayıcıdan sonra vergülün səhv işləndiyi nümunə istəyir. Bağlayıcıdan sonra vergülün səhv... Baxın, burada biraz məntiq olmalıdır ki, bağlayıcıdan sonra işlənmiş vergülün səhvisidir. Baxın, heç burada bağlayıcıdan sonra vergül var? Yox. Yəni, əgər belə bir şey olsaydı, yəni bu variantdan da biraz beyin işləri tapa bilər. B-də yoxdur. Elə bildi, elə bil modal sözü getdi. Çata bilmədik. Halbukidən əvvəl vergi qoyulmalıdır, sonra yox. Deməli, cavabımız D var. Kiminki burada da düzdür. Bunda çıxdıq. 8. Söz sırası pozulmuşdur əmr cümləsi. Elə bu konkret A variantıdır. Yəni, indi izah eləyək. Söz sırası necə pozuldu? Deməli, birincidə, bir dəqiqə girək. Deməli, birincidə deyir ki, keçmə namərd körpüsündən, qoy aparsın sel səni. Namərd körpüsündən keçmə, qoy sel səni aparsın. Burada söz sırası pozulur və bilirik ki, biz qoy ədatı olan cümlədə əmr cümləsi olmalıdır. Ona görə cavabımız elə A variantı olacaq. Deməli, sonra keçsək 9-a. Sayın ismi xüsusiyyətləri daşıdığı nümunə. Baxır, 2 nəfər burada yoxdur. Uşaqların çoxu görürsünüz. Burada mənsubiyyət şəklisi qəbul edib. Bax, U. Deməli, cavabımız budur. Burada yoxdur, burada da yoxdur. Ümumiyyətlə, azdır olanda, bax, görürsünüz, bu xəbərli şəklisi var. Bu xəbərli şəklisi o demək deyil ki, bu ismi xüsusiyyətini daşıyır. O mənaya gəlmir. Cavab B. Sonra 10. Cədvələ uyğun nümunələri müəyyən edir. Həmzə süzvlər işlənmiş cümlə. Həmzə süzvlər işlənmiş cümlə nə gözəl yaraşır muğanna ceyran. Burada yoxdur. Sən də vəfasızsan bu dünya. Burada da yoxdur. Bir dön və bir dön, bax. Sən bax. Tamam, bunu götürdük. Ayrılarmış onun canına Azərbaycan. Gördünüz, bunlar da xitabdır. Deməli, bunu götürdük. Nemətsə də gözəl şeir, şair olan qəm deyir. Burada yoxdur. Dəmlət çayı tök ver görək anamın dilbər gəlini. Yəni, bunu belə fikirləşə bilərsiniz. Anamın dilbər gəlini, dəmlət çayı tök ver görək. Belə fikirləşib, onda xitabdır. 3, 4, 6 olacaq cavabımız C variantı. Bugünlük bu qədər. Yəqin ki, yaxşı yazmışsınız. Belə çətin suallar deyildi. Sadəcə o 4-də biraz problemli məqam var idi. Bu qədər. Sağ olun, salamat qalın.